Ramazan ayında vəzifəmiz təkcə oruç tutmaq deyil. Bəziləri elə fikirləşir ki, Ramazan ayında elə ancaq oruç tutmaq bizim vəzifəmizdir, ac qalmaq. Amma baxırıq Qur'an-ı Kərimə, Peyğəmbər və onun pak əhli beyti, Allahın salamı olsun onlara, onların hikmətli kəlamlarına Ramazan ayında bizim bir vəzifəmiz oruç tutmaq, ac qalmaqdır. Digər vəzifələrimiz də var. İndi bu ayı biz yerə tanıyaq. Bilək bu ay nə aydır? Bilirik adı Ramazandır. Bəzən də Azərbaycanda orucluq ayı deyirik. Amma bu ayın həqiqətini, əzəmətini, fəzilətini tanısaq, onda görərsiniz biz necə oruç tutaraq. Məşhur o kəlamda olduğu kimi Ramazanın qurtarmasını arzu etmərik. Bəndə bilsəydi Ramazan ayında nələr var, nə qazanır, arzu edərdi il boyun olsun, Ramazan olsun. İndi Ramazan ayının əzəmətini və fəzilətini bizə tanıtdıran Peyğəmbər və onun pak əhli beytidir. Allahın salamı olsun onlara. Dördüncü imamımız, İmam Zeynül Abidin Səccad əleyhissalamın mübarək Ramazan ayı daxil olanda ayı görməklə bağlı bir duası var. Ayı gördü Ramazan ayında bir dua oxuyur imam. Sonra Ramazan ayının başlanması üçün imamın bir duası var. Bir də Ramazan ayından vidalaşanda, sağollaşanda imamın bir duası var. Yəni baxın, imam özü bu ayın əzəmətini nə qədər tanıyır ki, ay girəndə ayla bağlı qarşılayır, dua oxuyur. Ay qurtaranda da imam ayla vidalaşır, dua oxuyur. Bu nə aydır? Bu nə zamandır? Bu nə günlərdir? Nə qədər bərəkətlidir ki, imam bu ayın gəlişinə sevinir, şükür eləyir. Bu ay gedəndə imam ondan vidalaşır və ağlayır. Mən indi o imamın dualarının arasında 44-cü duanı deyəcəyəm. Bir kitab var, Əhl-i Beyt imamlarımızdan, 4-cü imamımızdan, İmam Zeynül Abidin Səccad əleyhissalamdan bizə çatıb dua və münacat kitabıdır. Adı Səhifə-i Səccadiyyədir. Xahiş edirəm, qardaşlar, evinizdə olsun. Açın, oxuyun. Sadə dualardan deyil ha. İlahi, pul ver, ev ver, maşın ver. Yox. İmam Allahla görün necə danışır. Hansı cümlələrlə danışır. Onda bilərsiniz ki, bu dualar bizi nə qədər mənəviyyatımıza təsiri var. Mən təəccüb edirəm, bizim bəzi möminlərimiz bu dualarla, Əhl-i Beytin dualarıyla tanış deyil. Amma qeyri-müsəlmanlar İmam Səccad əleyhissalamın bu duaları ilə nəinki tanışdı, hətta haqqında kitab yazıb tərcümə edirlər. Mən birini deyim, imamın duasını başlamamışdan qabaq deyim. Almaniyada bir Şəkünas xanım var, Almandır, Annemarie Schimmel. Vurun sosial şəbəkədə, internetdə araşdırın. Bu Alman xanım özü uşaqlıqdan ərəb dilinə həvəs göstərir, ərəb dilini öyrənir və sonda öz ömrünü həsr eləyir İslam kitablarına, İslam ölkələrinə araşdırmağa və bir neçə kitab yazıb. Almandır. Dünyasını dəyişib Almaniyada bastırılanda qəbrinin üstündə Peyğəmbər yaxud da Həzrəti Əli əleyhissalamın bir kəlamını yazdırıb. İnsanlar yuxudadılar, öləndə ayılırlar. Alman xanım qəbrin üstünə imamın bu kəlamını, Peyğəmbərin bu kəlamını yazdırıb. Bu xanım Peyğəmbər haqqında kitab yazıb və Peyğəmbəri tərifləyib, özü də Peyğəmbər haqqında yazdığı kitabın adını nə qoysa yaxşıdır. Kitabın adı belədir. Ənnə Muhammədən Rəsulullah. Allahümmə salli alə Muhammedin. Həqiqətən Peyğəmbər Allahın elçisi idi. Kitabın adını belə qoyub, Almandır. Və öz kitabında buyurur ki, ola bilər kafir olam, ola bilər mömin olam. Bunun elmi Allaha məxsusdur, Allah bilər. Demir. Amma istəyirəm özümü nəzr eləyəm bir ayaqqabının bağı kimi, ipi kimi. Kimə? Şəhərimizin böyüyü Allahın elçisi Rəsulullaha. İndi o xanımdan niyə danışdım sizə? Tanınmış xanımdır, Almaniyada onun hamısı tanıyır. Dünya şərqşünasları tanıyırlar. Bu Alman
həm də İmam Səccad əleyhissalamın Səhifə-i Səccadiyyə kitabının bir hissəsini tərcümə edib alman dilinə. Və öz xatirələrində qeyd edir. Anam xəstə idi. Xəstəxanada yatırdı. Mən də onun yanındaydım. Anamla bir otaqda yanında olan çarpayıda bir katolik xristiyan xanım var idi. Özü də katolik təəssübkeş idi. Gördü mən nəsə oxuyuram. Dedi, nə oxuyursan? Göstərdim, müsəlmanların Peyğəmbər Əhl-i Beytinin bir balası İmam Səccad əleyhissalamın dualarıdır. Dedi, bizdə niyə katoliklərin bu qədər duaları var? Onları oxumursan, bunu oxuyursan. Mübahisə eləmədim. Tərcümə elədim. Kitabı çap elətdirdim. Onun ünvanını almışdım. Bir nüsxəsini o xanıma göndərdim, o katolik xanıma. Cavabında mənə dedi, təşəkkür edirəm ki, sən mənə o kitabı göndərmirsən. Mən indi daha öz dualarımı qoymuşam kənara, imamın dualarını oxuyuram. İndi imamın Ramazan ayına bağlı sözü nə demək istəyirdim? İmam Səccad əleyhissalamın deyir ki, mən ona göndərdiyim duaların arasında Ramazan ayına bağlı duaları var idi. Bu ayda imam başlayanda Allaha həmd sənə şükür eləyir. Görün necə şükür eləyir. Şükürlərindən biri budur. Mən bir neçə imamın cümlələrini tərcümə edib bacardığım izahı verəcəyəm. Aylar içərisində Ramazan ayını özü üçün seçən Allaha həmd olsun. Yəni Allaha şükür edilir ki, Allah Teala bir ayı seçdi ki, bu mənim ayımdır. Biz buna görə şükür eləyək. Bizi qonaq elədi. Bu ay mənim ayımdır. Allaha şükür olsun. Hansı Allaha? O Allaha ki, bu Ramazan ayını özü üçün seçdi. Bu ay oruc, İslam, paklıq, imtahan və qiyam ayıdır. Gərək belə bir ayın olduğunu görə qardaşlar, imamın sözü bitdi. İndi mən deyirəm. Gərək şükür eləyək. Mən dəfələrlə bunu demişəm. Alimlər Ramazan ayı girəndə birinci gün 2 rükət şükür namazı qılardılar. Niyə? İlahi çox şükür. Öldürmədin, yaşatdın, yenə də Ramazan ayında məni özünə qonaq elədin. Hətta alimlərin birindən eşitdim ki, Ramazan ayının orucu İslam ümmətinə bizlərə vacib olmamışdan qabaq peyğəmbərlərə vacib olub. Peyğəmbərlər Ramazan ayını oruç tutardılar. İndi müsəlmanlara isə bu ay peyğəmbərlərə olan oruc bizə yazıldı, bizə vacib edildi. Bunun qədrini bilək. Sonra imam duasının ardında görün nə deyir. Və bu ayda insanları hidayət edən, doğruluğu bəyan edən, haqqı batildən ayıran Qur'anı bu ayda nazil etdin. Sonra isə onun müəyyən bir gecəsini 1000 aydan fəzilətli etdi. Nə gecəsidir? Qədir gecəsi. Yaxşı. İmam tərifləyir, Ramazan ayını bizə tanıtdırır. Allahın ayıdır. Quran bu ayda nazil olub. Qədir gecəsi bu aydadır. Vəzifəmiz nədir? İlahi, bu ayın üstünlüyünü, hörmətini saxlamağı, o ayda haramdan çəkinməyi bizə ilham elə. Necə? Necə oruç tutum? Ancaq ac qalım. Ramazan ayında ancaq aclıq ayı üzr istəyirəm deyək bu aya. Bu ay aclıq ayı deyil, qonaqlıq ayıdır. Qulaq as. Bu ayda oruç tutmaqla əzalarımızı, bədən üzvlərimizi günahdan qorumaq üçün bizə kömək et. Onlara, bədən üzvlərimizə sənin razı qaldığın işləri yerinə yetirməkdə bizə kömək et. Necə? Qulaqlarımızı boş sözlər eşitməsin. O qutarda da qeybət, nə qulaq nəyə eşitir? Ramazan ayında yığışdır bunları. Qulaqlarımız boş sözlər eşitməsin. Gözlərimizlə harama baxmayaq. Əllərimizi harama doğru uzatmayaq. Ayaqlarımızla harama doğru getməyək. Addım atmayaq. Qarnımızı halaldan başqa heç nə ilə doldurmayaq. Dilimizi dediklərindən başqa bir sözlə danışmayaq. Sözü deməmişdən qabaq fikirləş. Allah deyib bu sözü, icazə verir. De. Deyib demə. İlahi mənə kömək ol bu ayda sənin dediyin sözləri deyim. Bizi savaba yaxınlaşdıran işlərdən başqa heç nə üçün səy göstərməyək və sənin əzabından saxlayan işdən başqa bir iş görməyək. İndi bir adam oruç tutdu, ibadət elədi. İbadətin özü həm insan üçün bir mənəvi şirinliyi var, insanın ruhu ibadətə ehtiyacı var, həm də insana şeytan vəsvəsə edir. Biraz namaz qılandan sonra açıq danışayıq da, biraz da üzr istəyirəm bizim
Hələ Kərbəlayı qardaşımızın bir yaxşı sözü var, deyir ki, falan bəzilərin imanı Bəkkədən imandır güya. Biraz namaz qıldı, biraz Kərbalaya getdi, bir dənə başına həmmama qoydu, bir dənə minbərə çıxdı, özünü itirdi. Özün başlayır başqa cür hiss eləməyə. Bəzən də riyakarlıq eləyir. İmam sonra gör nə deyir? Sonra bütün bunları riyakarların riyakarlığından uzaq elə. Mənim oruç tutmağım riyakar, reklam olmasın. Kiməsə eşitdirim, neçə günlərdə oruç tuturam. Rəcəb Şabanıda orucam. Orucluqdan xoşum gəlir də. Demə qardaş, demə. Allah bilsin. Sonra bütün bu etdiyim əməlləri riyakarların riyakarlığından, şöhrətpərəstlərin şöhrətindən pak və xalis elə. Belə ki, bu əməllərdə sənə şərik tutmayaq, səndən başqa bir məqsədimiz olmasın. Bədbəxtdir, bədbəxtdir, bədbəxtdir. Kim? O adam ki, oruç tuta, az qala, susuz qala, kimə sözün göstərsin? Namazın vaxtlarını riayət edib, öz vaxtında bizi qılanlardan et. Bu Ramazan ayında gəlin namazı neyniyək? Vaxtında qılaq. Sonra imam duanın ardında Allahla bağlı əməlləri dedi. İndi Ramazan ayı elə ancaq oturaq, namaz, dua yox. Dinimiz dedim ictimai dindir. Dəfələrlə demişik. Namaz qılarlar, zəkat verərlər. Sonra imam deyir, bu ayda bizə öz qohum əqrabalarımızla yaxşılıq etməyə tövfiq ver. Qohumları axtar bu ayda. Bu ayda Ramazan ayında gedin qohumlarınızı axtarın. Xüsusən ata, ana, qardaş, bacı, ən yaxınları. Sonra xala, bibi, əmi, dayı. Qohum nə qədər yaxın olsa haqqı o qədər çoxdur. Bu ayda qonşularımıza ehsan etməyi, yaxşılıq etməklə xidmət göstərək, qonşular. Malımızın zəkatını verməklə onu haramdan qoruyaq. Verin zəkatınızı möminlər, verin xumsunuzu, bunlar vacibatdandır. Bizdən küsənlərlə barışaq. Küsənlə barış. Və bizə zülm edənlərə qarşı insaflı olaq. Kim mənə zülm eləyib, mən haqqam, o mənim haqqıma girib. Onunla insaflı olun bu ayda. Həddimi aşmayayım. Və düşmənlərlə, qulaq asın, düşmənlərlə də sülh eləyəm. Bu Ramazan ayıdır. Müharibə dayansın. Düşmənçiliyim var, yaxşı olaraq əff eləyəsən. Amma Ramazan ayında ilahi məni düşmənlə sülh edənlərdən elə. İndi düşmən neçə cürdür? Şəxsi məsələlərdə düşmən var, bir də dini məsələlərdə. İmam şəxsi məsələlərə işarə edir. Sonra bu ki, lakin sənə xatir, sənin yolunda düşmən olanlarla heç vaxt əsla dostluq etmərik, onlarla səmimi olmarıq. O ki, deyirəm ilahi Ramazan ayında, hətta məndən düşmən olanlarla da mənə sülh eləyənlərdən elə. Yəni şəxsi məsələ, haçansı bir məsələdə bir problemimiz olub, qonşuluqda, dostluqda, aramız dəyib bir-birinə, mən onda sülh eləyirəm. Amma din üstə, Allahın dininə görə cinayətkarlarla, zalimlarla, yezidlərlə, fironlarla, Trumplarla, Netanyahularla, uşaq qatilləri ki, Allahın dini ilə, bəşəriyyətlə, müsəlmanlarla düşməndilər, əsla imam deyir, onlarla, o ki, heç onlarla sülh eləmək olmaz ki. Uşaq qatillərin cəzası verilməlidir. Sonra imam deyir, bizi bu ayın, mübarək ayın gecələrinin hər birində öz əffinlə azad olmuş, cəhənnəmdən azad olmuş bəndələrindən qərar ver. Ramazan ayının sona çatması ilə bərabər günahlarımızı azalt. İmamın duasıdır. Bu ayın son günlərində günah aludəliklərindən bizləri elə uzaqlaşdır ki, bu ay sona yetəndə günahın çirkinciliyindən təmizlənmiş, pisliklərindən xalislənmiş olaq. Ramazan ayı bitəndə ilahi daha günah qalmasın. Bizi cəhənnəm əzabından azad et. Sonra imam yenə də dualar eləyir. Sonda imam deyir ki, ilahi, bu aydan başqa da yaşadığımız digər aylarda da, günlərdə də bizi bu cür et. Yəni Ramazan ayında necə özünü qorumurdun, gözünü, qulağı, dilivi, qohumlara baş çəkirdin, yaxşılıq eləyirdin, ehsan eləyirdin. Ramazan ayından sonra da bu işləri bizə ilham elə, bizə bəxş elə. Sonda imam dua eləyib qurtaranda deyir, ilahi,
bütün hallarda. Ramazan ayının ən üstün əməllərindən birini deyir imam. İlahi bütün hallarda, bütün zamanlarda, bütün vaxtlarda hər kəsə göndərdiyin salavatın, salamın, bərəkətin onun sayından da artıq heç kimin saya bilməyəcəyi qədər Peyğəmbər və onun əhl-i beytinə salavat göndər. Allahümme salli ala Muhammed. Bu İmam Səccad əleyhissalam Ramazan ayı daxil olanda etdiyi duadır, qardaşlarım. Buna deyirlər orucluq. Buna deyirlər Ramazan ayı. Buna deyirlər Allahın qonaqlığı. Yoxsa gir elə ancaq axşam çağı yat, gündüzlər yat, iftar vaxtı ye, iç, firni, xurma, ixfirli. Kəffarəsi yoxdur, qəzan yoxdur. Orucun qəbul olar, amma həqiqi oruc ki var, Allahın qonağı olmaq, onu dərk edə bilməzsən. Ona görə Ramazan ayında çalışaq, imamın bu kəlamlarına diqqətli olaq və xüsusən də qardaşlar, ətrafımıza çalışaq bu ayda heç kəsin haqqına girməyək. Axşam iftar vaxtı əlimizi qaldırıb dua eləyəndə kiminsə qəlbini sındırmayaq. Kiminsə haqqı bizim boynumuzda qalmasın. İmam dedi bunların hamısını. Allah'ın verir Peyğəmbər və onun pak əhli beytinə. Allah'ın verir Kərbəla şəhidlərinə. Allah'ın verir bu cümə gününün əzəmətinə, Ramazan ayının hörmətinə, Pərvərdigara bizlərə imamın bu duasında olan oruç tutmağı nəsib elə. Amin.